Bir tələbə uğur qazanmaq üçün nə etməlidir mövzusu olacaq. Tələbəlik dövrü həm peşəkar, həm də şəxsi inkişaf üçün ən mühüm dövrdür. Bir tələbə uğur qazanmaq istəyirsə, onun müəyyən strategiyaları və məqsədyönlü yanaşması olmalıdır. Bunun üçün isə sizə 10 addımdan danışmaq istəyirəm. İlk öncə məqsəd qoymaq. Hər bir uğurlu tələbənin atacağı addım özünə uyğun və mümkün ola biləcək hədəf qoymasıdır. Ola bilər, tələbənin hədəfləri ola bilər ki, karyera planlamaları, akademik nailiyyətlər və ya şəxsi inkişaf barəsində olsun. Tələbənin məqsədinin olması özünün nə istədiyini daha yaxşı anlamasına kömək edir. Həm özünün zəif nöqtələrini daha yaxşı bilir, həm də özünün güclü nöqtələrini daha yaxşı anlayır. Həm də ki, məqsədsiz insan öz önünü görə bilməz. İlk addım məqsəd qoymaqdır. Hər bir uğurlu tələbənin qarşısına qoyacağı hədəf özünə aydın və mümkün ola biləcək bir şey olmalıdır. Məsələn, bu akademik nailiyyətlər, karyera planları və ya şəxsi inkişaf üçün olan hədəflər ola bilər. Məqsəd qoymaq tələbənin daxilindəki özünə inam, güvəni, motivasiyanı artırır. Həm də ki, qarşısındakı istiqaməti daha yaxşı görə bilir. Əlbəttə ki, məqsədsiz insan öz önünü görə bilməz. Tələbə məqsəd qoyduqdan sonra öyrənmə prosesində daha səmərəli olmağı, özünü necə inkişaf etdirməli olduğunu da daha yaxşı öyrənir. Məqsəd qoyarkən tələbə diqqət etməlidir ki, o məqsəd ölçülə bilən, əldə edilə bilən olmalıdır. Həmçinin spesifik və daha realistik məqsədlər olmalıdır.